Payızın sonu idi. Universitetdə imtahan sessiyasına hazırlıq gedirdi. Tələbələr gərgin, müəllimlər yorğun idi. Onun masasında isə onlarla imtahan kağızı yığılmışdı. Bir axşam gec saatlara qədər o kağızlara baxarkən gözləri yoruldu. Birdən diqqəti bir tələbənin yazısına ilişdi. Cavabların çoxu düzgün idi, amma bəzi yerlərdə açıq-aşkar köçürülmüş hissələr görünürdü. Onun üçün bu sadəcə bir xətadan daha artıq idi. Elm yolunda dürüstlük hər şeydən vacib idi. O an içində iki səs mübarizə aparmağa başladı. Qanun birdir, qayda hər kəs üçün eynidir. O tələbə səhv edib, buna görə cəza almalıdır, deyirdi içindəki sərt səs. Bəs gənclikdə hamımız səhv etməmişikmi? Bəlkə də o qorxudan bu yola əl atıb. Bir səhv bütün gələcəyini məhv etməlidirmi? Deyirdi ürəyindəki yumşaq səs. O gecə uzun düşündü. Hər zaman tələbələrinə ədalətdən danışan bir qadın idi. Öz içində ən böyük imtihanını verirdi. Səhəri gün tələbəni yanına çağırdı. Oğlanın gözlərində qorxu vardı. Mən sənə bir sual verəcəyim, dedi o sakitcə. Sən özün özünə inanırsanmı ki, bu yolu dürüst keçə bilərsən? Tələbə başını aşağı saldı. Sakitçilik uzun sürdü. Sonra o titrək səslə, bəli, inanıram, dedi. Qadın bir müddət baxışlarını ondan ayırmadı. Sonra kağızı geri uzadaraq dedi. Bu dəfə sənə ikinci şans verirəm. Amma bil ki, elimdə ikinci şans həmişə olmur. Mən sənə güvənirəm, sən də özünə güvən. Tələbənin gözlərində yaş parıldadı. O an qadın başa düşdü. Bəzən ən böyük dərs auditoriyada deyil, belə kiçik otaqlarda iki insanın səmimi söhbətində öyrədilir. Auditoriyaya qaydanda tələbələr onu yenə sakit, ciddi görürdülər. Amma heç kim bilmirdi. Bugün o yalnız müəllim deyil, həm də insan kimi bir sınaqdan keçmişdi. Gecənin sükutu otağı bürümüşdü. Masanın üstündə açıq qalmış kitabların arasında köhnə bir zərf vardı. O zərfi uzun illər sandığının dərinliyində saxlamışdı. Amma hərdən gecələrin sakitliyində çıxarıb oxuyurdu. Zərfin içində saralmış bir məktub, gənclik illərindən qalma bir xatirə. O vaxtlar universitetin ilk illərində idi. Həyatın hələ geniş yolları, açılmamış qapıları vardı. Məktubu yazan bir həmkarı idi. Elm yolunda onunla yanaşı addımlayan, bəlkə də bir gün həyat yoldaşı ola biləcək bir insan. Məktubda elə sözlər yazırdı ki, illər keçsə də təzəliyini itirməmişdi. Sənin baxışlarında gələcəyin nurunu görürəm. Əgər yolumuz ayrılmasa, bu elmi səyahəti birlikdə davam edərik. O isə heç vaxt cavab yazmamışdı. Çünki həyatı başqa istiqamətdə yönəlmişdi. Ailə məsuliyyətləri, seçimlər, zamanın gətirdiyi çətinliklər, hamısı onu fərqli bir yola aparmışdı. Amma o məktub heç vaxt unudulmadı. İllər sonra da o məktubu oxuyanda üzündə qəribə bir təbəssüm yaranırdı. Nə peşmanlıq, nə də sevinc. Yalnız sakit bir qəbul. Sanki tale ilə barışmışlıq. Bəzən auditoriyada gənclərə baxanda ürəyində gizli bir pıçıltı eşidirdi. Əgər başqa cür olsaydı, mənim həyatım necə davam edərdi? Amma bu sualların cavabı yox idi. Onun cavabı yalnız yaşadığı həyatda idi. Tələbələrində, dərslərində, təmkinində. Məktubu yenidən zərfə qoydu. Zərfi sandığa yerləşdirərkən düşündü. Mənim həyatımın ən böyük sirri budur. Söylənməyən sözlər də bəzən ən güclü dərs olur. Səhəri gün o yenə auditoriyada idi. Səliqəli geyimi, tənkilli baxışı ilə. Amma heç kim bilmirdi ki, bu qadının içində illərlə gizlənən bir xatirə
bir pıçıltı yaşayır. Payız günəşinin zəif işığı pəncərədən içəri süzülürdü. Otağın sakitliyində yalnız saatin tıqqıltısı eşidilirdi. O, kreslosunda oturmuş, dizlərinin üstündə açıq qalmış bir kitabı unudulmuş kimi saxlayırdı. Gözləri oxuduğu cümlələrdə deyildi, çoxdan keçmiş illərdə idi. İndi auditoriyaların gürültüsü, tələbələrin səsi uzaqlarda qalmışdı. O artıq dərs demirdi. Universitetin dəhlizlərində addım səsləri azalmış, onu yeni nəsil müəllimlər əvəz etmişdi. Amma yaddaşında hər şey hələ də canlı idi. İlk dərsə girdiyi, ilk yazdığı məqalə, ilk dəfə bir tələbənin gözündə ümid işığı gördüyü gün. İndi isə ömür kitabının səhifələrini geri çevirirdi. Gəncliyindəki xəyallarını, gizli məktubları, ürəyində daşıdığı, amma heç vaxt dilə gətirmədiyi duyğuları düşünürdü. Həyat ona hər şeyi verməmişdi, amma çox şeyi öyrətmişdi. Bir dəfə yaxın tələbələrindən biri onu ziyarətə gəlmişdi. Gənc qız dedi: "Müəllim, siz bizə yalnız elm öyrətmədiniz, həm də həyat dərsi verdiniz. Mən hər çətin anda özümə deyirəm, əgər müəllimim bunu bacardısa, mən də bacararam." Bu sözlər onun qəlbində bir işıq kimi yandı. Çünki anladı ki, bəlkə də özü arzuladığı bütün yollara getməmişdi, amma yüzlərlə gəncin yolunda işıq ola bilmişdi. Pəncərədən bayıra baxdı. Payız yarpaqları sakitcə yerə düşürdü. Özünü o yarpaqlara bənzətmədi. Çünki bilirdi, onun ömrü düşmək üçün deyil, köklərdə iz qoymaq üçün keçib. Sakitcə pıçıldadı: "Mənim ən böyük kəşfim heç kitabda yazılmayacaq. Mənim kəşfim insanın özündəki gücü oyatmaq idi." Otaqda yenə sükut vardı. Amma o sükutun içində illərin zəhməti, minlərlə tələbənin xatirəsi, ömrün bütün mənası gizlənmişdi. Bu idi onun sonbaharı. Sakit, amma işıqlı.